Biz şiələrdə səhih adlı kitab yoxdur. Bəlkə deyəsiz, niyə şiələrin səhih adlı kitabları yoxdur? Yoxsuldular, yəni səhih adında bir kitab yazmağa qadir deyirlər. Niyə şiələr bu səviyyədədir? Niyə şiələr hamısı səhih hədislərdən ibarət bir kitab yazmır və cəmaatı rahatlaşdırmır? Niyə? Deyirlər ki, Əl-Kafi kitabı və 4 kitab müəllifləri böyük olan möhtəşəm kitablardır. Bununla belə hamısı səhih deyil. Niyə onlar səhih bir kitab yazmırlar? 1400 ildir ki, niyə səhih bir kitab yazmırlar? Cavab verirəm, cavaba diqqət yetirin. Səhih adlı kitab yazmaq cəhdləri olub. Şiə alimlərindən bəziləri bunu yazıblar. Şeyx Həsən, Məalimuddin fil Usul kitabının müəllifi, Şəhid Saninin oğlu, Lümə kitabının şərhçisi Şeyx Həsən ibn Şəhid Sani, onun Muntəqəl Cüman adlı səhih və həsən hədislər haqqında bir kitabı var. Səhih və həsən hədisləri seçib bir kitabda toplayıb və adını Muntəqəl Cüman qoyub. Bu bizdə mövcud olan bir cəhddir. Alimlərdən biri Kafi kitabından səhih bir kitab düzəldib. Yəni Kafi kitabından xüsusilə səhih rəvayətləri seçib və adını Səhihul Kafi qoyub. O da Şeyx Məhəmməd Baqir Əl-Bəhbudidir. Lakin bununla belə böyük alimlərimiz deyirlər ki, səhih adında bir kitab yazmayın. Niyə? Çünki bu iştihad qapısını bağlamaq deməkdir. İmamiyyə şiələrində iştihad qapısı açıqdır. Bir alimə görə səhih olan, digər alimə görə səhih demək deyil. Əl-Kafi kitabı müəllifi Şeyx Kuleyninin nəzərində səhih kitabdır. Lakin başqa bir alimin nəzərində onun içində səhihi də var, zəifi də var. Alimlərimiz iştihad qapısını geniş şəkildə açıblar və iştihad qapısını açdıqları üçün düşüncəni müəyyən bir kitabda dondurmaq istəmirlər. Yəni deyələr ki, bu 100% səhihdir və vəssalam bu qapını bağlayırıq, daha hədisləri müzakirə etməyə ehtiyac yoxdur. Yox, xeyr. İştihad qapısı açıqdır. Bəlkə də indi səhih bildiyimiz hədisləri 100 il sonra başqa alimlər gəlib zəif görəcəklər. Bizim zəif gördüklərimizi isə öz nəzərlərində səhih görəcəklər. İştihad qapısı açıqdır. Deməli, məhz bu nəcib məqsədə görə düşüncənin dondurulmaması və iştihad qapısının bağlanmaması üçün böyük alimlərimiz səhih hədislər kitabı yazmağa cəhd etməyiblər. Əksinə, qapını müxtəlif rəylər, fikirlər və nəzəriyyələr üçün açıq saxlayıblar. Seyyid Xoyi öz dövrünün ən yüksək şiə mərcə müctəhididir. Seyyid Əbülqasım Xoyi, Quddisə Sirruh, onun Mu'cəm Rical Əl-Hədis adlı 23 cildli kitabı var. Bu kitab Seyyid Xoyinin məlumatlarının bir hissəsini əks etdirir. 23 cild. Bu, Seyyid Xoyinin fikrinin 5%-ni təmsil edir. Yəni, elə də böyük bir fərq yoxdur. Yəni, bu 23 cildli kitab yalnız hədis raviləri haqqında danışır. Hər bir ravi haqqında. Bu ravilər səhihdirmi, etibarlıdırmı, məchhuldurmu, zəifdirmi, təbəqəsi nədir, kimdən rəvayət edib, kimlər ondan rəvayət edib, kitabları hansılardır? Seyyid Əbülqasım Xoyinin Rical elminə dair ixtisaslaşmış 23 ciddi kitabı. Təsəvvür edirsiniz, bu kitabla artıq zirvəyə çatmışıq. Yəni, ondan sonra onu müzakirə edəcək başqa bir kitab gəlməyəcək. Ondan sonra onun bu kitabda irəli sürdüyü nəzəriyyə və fikirləri müzakirə edəcək bir alim gəlməyəcək. Xeyr, ondan sonra onun şagirdi, ən yüksək mərcə-i təqlid Seyyid Sistani gəlir və onun ustadı Seyyid Xoyinin Mu'cəm Rical Əl-Hədis kitabındakı fikirlərinə dair yüzlərlə müzakirəsi var. Deməli, qapı açıqdır, iştihad qapısı açıqdır. Mümkün deyil deyək ki, bitirdi. Vəssalam, Seyyid Xoyunun yazdıqları kafi və kifayətdir. Bu zirvədir və bura qədər çatdıq. Bu halda Seyyid Xoyunun Mu'cəm Rical Əl-Hədis kitabında yazdıqlarının işığında gəlin indi səhih bir kitab yazaq. Yox, məsələ belə deyil. Qapı açıqdır.